Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşləqə Kirov dairəsinin tam yaxınlığında, tam yolun kənarında 2 sot torpaq sahəsinin üzərində 4 otaqlı həyət evimiz çıxıb. Allah hər kəsin malının mülkünə bərəkət versin. Sağ hissədə bax burada belə bisetkası var. Üzbəyiz hissədə kombinin yeridir. Evin ön hissəsində təqdim edim sizlərə və ondan zənci çatdığım ki, mətbəx mebeli, bir də 2 spalyanın əşyaları qalacaq. Sənəd bələdiyyədə kommunallarına qədər var. İlkin olaraq qiymət 133.000 manatın reallıq olarsa endirimi olunacaq. Və giriş hissəsində göstərəcəm sizə. Qoşadaşlı, özdəki betondur. İzolyasiyasına qədər qoyulub. Və giriş hissəsində təqdim edəcəm sizlərə. Tam ana yolun kənarındadır. Bu da giriş hissəsidir. Giriş hissəsində göstərək. Və keçək evin içərisinin təqdimatına inşallah. Burada koridordur, istilik kombidir. Və ilkin olaraq zal hissəsini təqdim edək sizlərə. Tam ana yolun kənarındadır. Tam yolun kənarındadır, belə deyək. Bu zal hissəsini və keçək yataq otaqlarının təqdimatına. Üzr istəyirəm. Bir zalda 2 yataqdır. 3 yataq. Hə, 3 yataq. 3 yataqdır. Burada da bir yataq otağımız var. Və keçək digər yataq otağını göstərək. Burada da bir yataq otağıdır. O 2 yataq otağının əşyaları qalacaq. Burada mətbəxdir. Mətbəxi də göstəririk sizlərə. Mətbəx mebeli qalır və keçirik sanitariya hissəsini təqdimatına inşallah. Sanitariya hissəsində təqdim edək sizlərə. Bu sanitariya hissəsidir. Və qeyd etdiyimiz kimi dəyərli izləyicilərim, Məşləqə Kirov dairəsinin tam yaxınlığında bir zal, 3 yataq, bir mətbəx, bir sanitariya, bir zaldır da qeyd etdiyimiz kimi sənəd bələdiyyədir. Qiymət 133.000 manat. Reallıq olarsa ev sahibi tərəfindən endirim olunacaq səhifəmiz sizlər üçün. Məşləqə Əmlak əməkdaşları və rəhbərliyi adından sizlərə dərin təşəkkürümüzü bildiririk.